Bura mənim bir gövşəmdir. Evin arxası, həyətimin, bağımın girəcəyi. Burada bir maraqlı gövşə yaratmışam. Çox sevdiyim bir gövşədir. Gözəl güllər açacaq. Bu mənim dağ gətirəndə bir əziz göndərildi ki, sırtda özdə. İndi o birisində sizin üçün çəkəcəm. Bu mənim belə çılpaq limonumdur. Burada iki cürə şöflərim var. Biri yaşıl, biri varigat. Burada bir dənə kiparisimiz var. Mimozanda budamışam. Bütün ətrafı basmışdı. Ona görə ona biraz qulaq vurması vermişik. Bu sınmış yufqadır, sınmışdı. Mən də onu neçə gündür belə suda saxlayıram. Özünü yaxşı hiss edir. Dayıb arkasına mimozaya, kocaman mimozaya. Burada bu ekobinyadır. Bu da mənim bir cürə kəkliyotumun bir növü dağ kəkliyotu, Qaxın dağlarından gəlib. Görün necə dostlarım var. Qaxın dağlarına öz üçün gətirdiyi kəkliyotudan mənə göndərib. Bu da sevimli Brugmansia. Belə kölgə yeri sevdiyi üçün bura qoymuşam. Bura kölgədir. Sınmış güllər qorunaq altında. Küləyini sındırmışdı. Ulduzlu alyum. Burada da belə kölgənin sərini sevən bitkilərimi yerləşdirmişəm. Melisalar. Gözəl. Drimopsis, Ledeburia. Bu çox gözəl bir kaktusdur. Çox maraqlı bir şeydir. Burada tənbəl alokazium və ona əhatə eləmiş tradiskansi. Ən çox kəkliyotulara sevinirəm. Bu lixnisdə inşallah çiçəyini görərik. Bunu da yeni köçürmüşəm, hələ özünə gəlməyib. Azaniyadır. Bu da mənim sevimli kalanxoyum. Bunun da dost hədiyyəsidir. Belə.